Hamıya salam dostlar. Deməli, belə bir başlıq altında, maraqlı suallar başlığı altında videolar çəkmək qərarına gəldim. Deməli, müxtəlif qruplarda və yaxud da kanallarda rastıma çıxacaq maraqlı sualları seçib sizlərlə bölüşmək istəyirəm. Təbii ki, hər hansı bir yerdə qüsur olarsa, R bölümündə tənqidlərə yəqin açığıq. Orada bildirərsiniz. Öz izahlarınızı da yaza bilərsiniz R bölümündə. Və kanala dəstək üçün ilk növbədə xahiş edirəm. Sonra əziyyətdən qarşılıq olaraq tələb edirəm ki, kanala abunə olun. Bəyəndinizsə like düyməsini basın və R bildirməyi də unutmayın. Keçək suala. İlk sualımız bundan ibarətdir ki, hər biri 4 elementdən ibarət en çoxluqdan. Yəni ki, hər hansı bir çoxluğumuz var. Onun elementlərin sayı hər birinin 4-dür. Məsələn, n saydadır. Bir dənə çoxluq ola bilər, 2 dənə çoxluq. Bu çoxluğunda elementlərin sayı 4-dür bunun da. Yəni n sayda çoxluğumuz var, bilmirik nə qədər sayı. Hər birinin çoxluğunun da elementlərin sayı 4 dənədir. Hansı fərqli ikisini seçiriksə seçək. Deməli, bu 4 dənə ədəddən, məsəl üçün yazacağım da indi. İkisini seçməliyik. Bu iki çoxluqdan yalnız birinə aid olan bütün elementlərdən ibarət. Yəni simmetrik fərq çoxluğu başlanğıcdakı n çoxluğun birinə bərabərdirsə. Başlanğıcdakı n çoxluqdan birinə bərabər olmalıdır. Ən çox neçə qədər? Deməli, baxaq nəyə? Bizə əlimizdə 4 dənə, məsəl üçün deyək ki, bizim çoxluğumuzdan biri budur. 1, 2, 3 və 4 ədədləri, rəqəmləri. Bundan hər hansı 4, bax bu 4 dənədən hər hansı ikisini seçməliyik. Biz bu riyaziyyatdan bilirik ki, bu kombinatorik ayətdir. 4 dənədən ikisini seçmək. Onun rahat qaydasına baxın. Məsələn, 4 dənə ədəddən ikisini seçmək istəyirsənsə, məxrəcə 1-dən 2-yə qədər hasil yazırsan. İkisini seçirəm bax. Sürəti isə 4-dən geriyə gəlirsən, 3 yazırsan. Bu eləyir bizdə 6 dənə. Yəni sən 1, 2, 3, 4 rəqəmlərindən, ya bu çoxluqdan əlavə olaraq 6 dənə fərqli çoxluq yarada bilərsən. Hansı ki, ikisi, yəni ikisini, hər hansı fərqli ikisini seçməliyik. Məsələn, deyək ki, bu çoxluqdan, məsələn, 12-ni götürdüm, yəni 1 ilə 2-ni götürdüm. Daha məsələn, 3-ü seçənmərəm. 3-ü seçənmərəm, başqa bir çox. Məsələn, deyək ki, 4-üdür, bunlar seçənmərəm. Əlavə bir 5-i seçirəm, tutaq ki. 5-i seçdim, tutaq ki, bir dənə də 6 seçdim. Bu da oldu bir dənə çoxluq. Bax, burada 1 ilə 2-lər ortaqdır, baxın. 1-2 burada da var, 1-2 burada da var. Yəni ki, bu 4 dənə elementdən fərqi yoxdur. Bu rəqəmlər şərti olaraqdır, 1, 2, 3, 4. Bu 4 dənə elementdən ikisi ortaqdır mütləq. Belə bir məntiq ortaya çıxır. Yəni, deyək ki, fərqli ikisini seçərək, seçiriksə seçək. Yəni ki, 4 dənədən ikisini seçmək yəni bizdə nədir? Kombinatorik aiddir, yenə deyirəm. 6 dənə çoxluq yaradır və unutmayaq ki, bu çoxluğun özü də aiddir. Deyək ki, n çoxluqdan birinə bərabərdirsə, n-ən çox neçə ola bilər? Yəni, deyək ki, əvvəldə bizim əlimizdə bir dənə çoxluq var idi. 6-sı da bu çoxluqdan törədi. Hansı ki, ikisi ortaqdır. Məsələn, bir dənə çoxluq yazdım ona aid. Deyək ki, biri 3-dür, biri 4-dür. İndi 3-dür, 4, 3-4 yuxarıda var. Artıq 1 seçənmərəm də, məsələn. 3, 5 seçə bilərəm, məsələn, artıq. Niyə? Çünki yuxarıda 3, 5 yoxdur, aşağıda da 3, 5 yoxdur. Məsələn, yuxarıda 5, 4 yoxdur. Bu ikisi, 5, 4. Deyir ki, bu çoxluğun yalnız birinə bərabər olmalıdır. Yəni necə? Məsələn, mən ortaq 1-2-ni götürdüm, ikinci çoxluğu yaradanda, artıq mənim üçüncü çoxluğumda burada 1-2 ola bilməz. Və yaxud da 1-3 ola bilməz. 1-5 ola bilərdi, məsələn. 1-5 ola bilər. 3-4, 5 artıq 5-6 ola bilməz. Çünki 3-4 yuxarıdadır, 5-6 gəldi bu digər çoxluqda yaranacaq. 5-6 olan məsələ deməli 7 ola bilər, məsələn. Bu bir dənə bu çoxluq. Bu çoxluqların sayı, yenə deyirəm, əvvəldəki bir dənə çoxluqla, burada bir dənə çoxluq, bir də 6, 1 ilə 6-nın cəmi bizə verəcək 7 dənə cavab. Yəni, ən çox neçə ola bilər? 7 ola bilər. Yəni, bizim əlimizdə 4 dənə, tərkibində 4 dənə simvol olan və yaxud da rəqəm olan fərqi yoxdur. Hər hansı bir şeydən ikisini seçiriksə, bu kombinatorik aiddir. 4-dən 3-ə geri qaydırıq, 1-ni 2-yə vururuq, hesablayanda 6 olur. Unutmayaq ki, əvvəldəki çoxluq da üzərinə gəlmək lazımdır. 1 ilə 6-nın cəmi də 7 olur. Yəni, bunun qısa yolu budur. İstəsəz o çoxluqları yaza bilərsiniz. Məsələn, 1, 2, 3, 4. Məsələn, mən seçdim ki, 1 ilə 2-ni seçdim. Buradan ikisini seçməliyəm də mən. İkisini seçdim ortaq.
Digərini fərqli götür. 5-6 götürdüm. İstəsəz lap əvvəldən bunu 8-7 götürərdiniz. Bir saya saya, yəni bir saya saya 7 dənə çoxluq olacaq. Yəni burada 3, 4, 5, 7 götürdüm. Məsələn, bir dənə də götürək. Gəlin buranı silək. Məsələn, bizim çoxluqlarımız, ətraflı biraz danışmaya çalışıram ki, 1, 2, 3, 4 çoxluğu bizim standart çoxluğumuzdur. Yəni bir dənə çoxluq. İndi bundan məsələn 1, 2 ilə yaratdım. Keçirəm tutaq ki, artıq 1, 2 demişəmsə 3, 4 deyə bilmərəm də. Məsələn 5 olsun lap 8. 5, 8. Düzdürmü? İndi bax yuxarıda hər hansı birində. Bunda da sayılır, bunda da sayılır. Yazacağım çoxluq eyni ortaq bir dənə ancaq birinə aid ola bilər. Məsələn deyək ki, mən 1, 5-i seçdimsə, 1, 5-i seçdimsə bu çoxluq üçün artıq 4-ü seçə bilmərəm. Çünki 1, 5 də 1, 5 ilə də yarana bilir. Sonra 1, 4 ilə də yuxarıdan yarana bilir. Ancaq birinə aid olmalıdır. Yalnız birinə aid olsun. 1, 5 seçmişəmsə, məsələn 3-ü seçə bilmərəm. Çünki 1, 5 buna aiddir, 1, 3 yuxarıda. Mən orada məsələn fərqli bir şey də seçə bilərəm rəqəm əslində. Baxaq. Məsələn 6 1 ilə elə bil ki 1 ilə 5, 1 ilə 3, 4 seçə bilmərəm. 8-də 7 seçə bilərəm məsələn. 6, 7. Məsələn yuxarıda 1-dən 5 var bu ikisində. Məsələn 5 ilə 6 yoxdur, 6 ilə 7 yoxdur, 6 ilə 1 yoxdur. Digərləri olmayacaq. 6 ilə 7 təzə rəqəmlərdir axı. Belə olmayacaq. Hə. Yəni onunla qısa məntiqi budur ki, bu 4 dənədən ikisini seçməliyəm. Yəni 4-dən 2 nə deməkdir? 6 dənə hal. Və pi çoxluğun özü də var. 6 üstəgəl 1 olacaq bizdə 7 dənə. Yəni 7 dənə ən çox seçim ola bilər. Növbəti sualımız bütün tam ədədlər çoxluğu fərqli sadə ədəd. Hə. Bunun ən qısa qaydası necədir? Deməli ən az neçə ola bilər? Məsələn birinci deyir ki, ən az neçə ola bilər? Alt çoxluğa ayrılır n dənə. Məsələn birinci çoxluğa nələr aiddir? Tutaq ki, birinci çoxluqda bütün tam ədədlər demir. Fərqi yoxdur. Tərkibində tutaq ki, bir dənə ədəd var hər birindən. Bunda tutaq ki, bir rəqəm var. Birinci çoxluqda bir rəqəm var. İkinci çoxluq. İkinci çoxluqda elə bir ədəd qoymalıyam ki, onların fərqləri sadə ədəd olsun. Fərqləri sadə ədəd olsun. Yəni bərabər olan hər hansı 2 tam ədəd deyir. Yəni burada məsələn deyək ki, 3 qoysaq, 3-dən biri çıxanda fərq nə qədər eləyir? 2 sadə ədəddir. Üçüncü çoxluğu elə qoymalıyam ki, artıq baxın, o həmin ədəddən 3-ü də çıxanda, 1-i də çıxanda sadə ədəd olsun. Məsələn 5 qoysan olmayacaq. 5 qoysan, 5-dən 3-ü çıxanda 2 sadə ədəddir. 5-dən 1 çıxanda 4 sadə ədəd deyil. Deməli 5 qoymur. Yəni 5 ödəmir. Üçüncüyə məsələn ödəməyən tapsam, əgər üçüncü mümkün olmasa, ən az 2 olacaq. Mümkün olsa 3 də ola bilər. Davam edə bilərəm. Məsələn mümkün olsa gəlib 7-yə 8-ə də çata bilərəm. Məsələn mən bura 6 qoysam ödəyəcək. Niyə? Çünki 6-dan 3-ü çıxanda 3 sadə ədəddir. 6-dan 1-i çıxanda 5 sadə. Aha. Deməli mən 4-cü çoxluğa da gedib axtarmaq istəyirəm. Görün varmı, yoxsa da yox olmasa yox 3 dənə yada bilərəm. Yəni 3 ola bilər ən az. Baxaq. Məncə var. Hansıdır? Məsələn deyək ki 8 qoysaq. Baxın 8-dən 6 çıxsam 2 sadə ədəddir. 8-dən 6 çıxanda 2 sadə ədəddir. 8-dən 3 çıxanda 5 sadə ədəddir. 8-dən 1 çıxanda 7 sadə ədəddir. Yəni 8-dən 6 çıxanda 2, 8-dən 3 çıxanda 5, 8-dən 1 çıxanda 7. Aha, 2, 5, 7 sadə ədəd. Deməli 4-cü də mümkündür. 5-ci isə ən az neçə olar? Təbii ki 5-ci də mümkündür də. Bizə ən az lazımdır. 5-ciyə də baxsaq. Hansı bir ədədi qoyaq bura? Çıxdıqda bizim belə deyək də ədədimiz sadə ədəd olsun. Burada fikir versəz nə baş verdi? 4-ə böləndə qalıqda 0, qalıqda 2, qalıqda 1, qalıqda 4, 3 alınır. Baxın 4-ə böləndə burada qalıqda 0 alınır. 8 4-ə böləndə. 6-nı 4-ə böləndə qalıqda 2 alınır. 3-ü 4-ə böləndə qalıqda 3 alınır. 1-i 4-ə böləndə qalıqda 1 alınır.
Yəni 0, 1, 2, 3 oldu. 0, 1, 2, 3 oldu. İndi növbəti artıq 5-ciyə ehtiyac qalmır. Çünki 5-ciyə qoyduğum ədəd 0, 1, 2, 3-ün təkrarı olacaq da qalıqlar olaraq. Yəni onda belə çıxır ki, ən az 4-də dayanmalısan. Ya 5-ci burada tapa bilərsən, 6-cını, 7-cini falan tapa bilərsən. Ehtiyac yoxdur amma. Niyə? Çünki qalıqlara bir dənə baxın. Qalıqlar 0, yəni 4-də bəlkə qalıq nə ola bilər? 0 ola bilər, 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. 4-də bəlkə qalıq 4 ola bilər? Xeyr. Aha. Deməli sən artıq 4 dənə də dayanmalısan. Ən az sahib olacaq. Birinci çoxluq, ikinci çoxluq, üçüncü çoxluq, dördüncü çoxluğa dayanmalısan. Çünki 4-ə böləndə baxın burada qayda baxın. 8-i 4-ə bölən qalıq 0-dır. 6-dır, ədədlərimiz 3-dür, bir də 1-dir. Qalıqlara görə artıq başqa bir məntiq yarandı ki, artıq 5-ciyə yazdığım ədəd mütləq bu qalıqlardan biri olacaq, çox olacaq. Yəni 4-dən az, 4-dən belə deyək ki, az onsuz da axtarmıram, ən az olmalıdır. 4-dən çox yazdığım ədəd artıq mənasız olacaq. Ən az 4 dənə. Növbəti sualımız deməli belə bir sualdır. Səhv eləmirəmsə dövlət qulluğuna düşüb. Deməli 10 üzərində xalların cəmi 7-yə bərabərdir, biz bilirik. 7-yə bərabərdirsə, bu hansı qarşı üzlər hansılardır onda? Və 10 üzərlərində xalların cəmi 7-yə bərabərdir. Xalların cəmi. Biz də bilirik ki, 10 üzərində məsələn 0-dan 7 ola bilməz də, ki 7 olsun. Deməli bu 1-dən başlayır. 0-dan 7-nin cəmi 7 edir də. Amma 0 7 üzərində 7 rəqəm yoxdur. Deməli 1-dən başlayırsan. 1-dən 6-nın cəmi 7 eləyir. 2 ilə 5-in cəmi 7 eləyir. Bir də 3 ilə 4-ün cəmi 7 eləyir. İndi isə bu zərləri eyni xallar yazma üzrə bir-birinə yapışdırmaqla üstün alınır. Bunun ən qəşəng məntiqi, ya bir-bir hesablaya bilərsən, ən qəşəng məntiqi bundan ibarətdir ki, variantlarda bu ədədlər yoxdur. Məsələn, 1, 2, 3 ədədləri. Bunlar bu çoxluqdan, yəni 1, 6, 2, 5, 3, 4 bir tərəfdə yaranıbsa, deməli bunu görmək olmaz. Məsələn, 1, 2, 3. Baxın, bir tərəfdə 1, 2, 3 yarandı. 6, 4, 5, 7. Deyir ki, hər hansı 3-ü bir tərəfdə yaranırsa olmaz. Deməli, onları soruşursa A variantı olmaz. 1, 3, 5. Bax, 1, 3, bir də digər tərəfdən 5. Yəni, 1 buna aid oldu. 5 buna aid oldu. 3, 4-ün 3-ü də buna aid oldu. Yəni, fərqi yoxdur. İstəyirsiniz, məsəl üçün, deyək ki, 6-nı buradan seç, 2-ni buradan seç, sonra 4-ü buradan seç. Olmaz o da. Məsələn, D variantına baxın, ola bilməz elə bir şeylər. Məsələn, 1, 3, 5. 1-i buradan seçir. 3-ü buradan seçir. 5-i digər tərəfdən seçir. Hər 3 sətirdə oldu. Deməli, hər 3 sətirdə olmaz demişəm. Hər 3 sətirdə olmazsa, deməli, B variantı da ola bilməz. İndi D variantına baxın. 6, 2, sonra 4. Hər 3 sətirdən hərəsindən birini seçir. Hərəsindən birini seçmək olmaz. Sadə məntiqi budur. D variantı 7. 1, 2, 5. Bu ola bilər. C variantında 1, 2, 4. 1, 2, 4-ü seçdi digərinə. Bax, hər sətirdə birini seçdi. Onda bu olmaz. Yəni C variantı olmaz. Qaldı bir dənə Y variantına baxaq. 1, 2, 5. 1, 2, 5-i də seçdi bu sətirdən. 3, 4 sətirinə dəymədi. Deməli, bu olar. Yəni, cavab burada Y variantı. Sadə məntiqi bu sualın budur. İmtahanda yəqin ki, bu metoddan istifadə eləməyiblər. Digər imtahanlarda istifadə eləyərlər inşallah. Növbəti sualımız belə bir sualdır. Yəni, tələbələri deyək də, qorxudan bir sualdır. Bu rəqəmlər deyil, müxtəlif hərflər eyni rəqəmlə gələ bilməz. Burada məntiq nədir? Fikir verirsək bu bölməyə. Bax, Q-nü, belə deyək də, Q hərfini N-ya vurduqda bizdə nə alınıb? KG. Çünki bir şey verin. Çubuqlu bölmə əməliyyatına görə Q-nı bu N-ə vurulda KG alınıb. Bax, buradakı KG. KG-dən KG-ni çıxıblar, 0 alınıb. M düşüb aşağı. Amma bura L yazıblar. Ona vaxt olur. N də sonra təzədən düşüb aşağı. Təbii ki, bir dənə bölmə əməlini bilənlər, çubuqlu bölməni, bilir ki, bu M aşağı düşürsə, M N-ə bölünmədiyi üçün N də gəlir bura, amma bura bir 0 yazırıq. Onda L bərabərdir 0-dır. Yəni, bu standartdır. L bərabər 0. Sonra isə M-ni almaq üçün, buradakı M-ni almaq üçün biz P-ni nəyə vurmuşuq? N-ə vurmuşuq. Deməli, P-ni də N-ə vurduqda bu almalıdır M-N. Vəssalam. Bunlar bizə kifayətdir. Və bir də bir şey yadda saxlayın ki, biz N hər hansı bir ədədini, bu N 2 rəqəmli də ola bilər, fərqi yoxdur. Bu N ədədini 3 rəqəmli bir şeyə vurduqda 4 rəqəmli bir şey almışıqsa, fikir verin. N ədədini, hansı, neçə rəqəmli ədəd? 3 rəqəmli QLP ədədinə vurduqda 4 rəqəm alacaq. Bu N haqqında heç bir şey deyə bilmərik. Yəni, N burada bir rəqəmli də ola bilər.
n burada 2 rəqəmli də ola bilər. Niyə? Çünki məsələn bir rəqəmli n9 olsa, bu da 3 ilə başlayan bir şey olsa 300 neçələr? 2 4 rəqəmlər də olacaq da təbii ki. Çünki 9-u 300-ə vuranda 2700-nə qədər. Hə, onu bilmirik. Yəni ki, burada bax 3-cüyə baxın. 3-cüdə deyir ki, 2 rəqəmli ədəddir, hökmən deyə bilmərik. Yəni 3 səhvdir burada. 3 səhvdirsə burada A variantı, D variantı, B variantı getdi. Fikir verin. A variantda 3 var, D variantda 3 var, B variantda 3 var. İndi fikir verin. Bizdə də 4-ə bir dənə baxsaq cavab çıxır, fikir verin. 4-də bizə deyir ki, L Q-dən böyükdür. L 0 ədədidir. 0 nədənsə böyük ola bilər? Yox. L 0 ədədidir. Deməli 4 yanlışdır. Ona görə Y də getdi. Cavab burada C variantıdır. Niyə birinci düzdür? 5-ci olsa zaten biz tapmışıq 0-dır. 5-ci yəni hökmən 0-dır. Niyə birinci düzdür? Çünki fikir verin. Deyir ki, P əgər Q P-dən böyük olduqda, yəni burada fikir verin, burada mən hasillər yazmışam ha. Biri burada, bir də burada P-ni eynə vuranda. Əgər deyir ki, Q P-dən böyük olduqda, yəni bu Q P-dən böyük olduqda, n də burada eyni ədəddə vurmuşam axı. Q-nin də P-ni eyni ədəddə vurmuşam. Deməli avtomatik KG nə olacaq? M-dən böyük olacaq da. Axı Q P-dən böyükdür, KG də M-dən. Bu da onu deyir. Deməli burada 1-5 doğrudur. Məsələn. Növbəti sual belə bir faiz sualıdır. Deməli, mən hər hansı bir çoxluq yazıram və burada sualda demir ki, heç birini yaxşı oxumayanların sayı nə qədər. O yoxdur. Ona görə mən burada belə bir çoxluq işarəsi yazacağam, böyük bir çoxluq işarəsi. Və içində də bu biologiya ilə bir də nə var burada? Riyaziyyat. Riyaziyyatı qeyd edəcəm. Və bu ümumi sayı mən 100x deyirəm. Ümumi sayı qıraqda yazıram 100x. Yəni burada niyə belə yazıram? Burada məsələn deyir ki, A hərfi var. Bu A nəyi bildirir bu A sayı? Heç birini oxumayanlar, heç birini yaxşı oxumayanlar. Deyir ki, 60% riyaziyyatı, 50% biologiyanı yaxşı oxuyur. 60% riyaziyyatı yaxşı oxuyursa 100x-in 60% nə qədər edir? 60-a vur, böl 100-ə, 100-lər gedir, 60x. 60x bura əhatə eləyir. 50x də bura əhatə eləyir. Yəni 100x-in ümuminin 50%, 50x-i 3 nəfər də hər ikisinə. Bax, 3 nəfər də ortaya düşür. Aha. Deməli, onda belə çıxır ki, biz 50x-dən 60x-i toplayıb ortaq 3-ü çıxsam, mənə nəyə verəcək? Bir də üzərinə A-nı gəlsəm, mənə verməlidir 100x-i. Baxın, məndə 60x, üzərinə gəlilsin 50x, bir də üzərinə daha doğrusu çıxılsın 3, üzərinə gəlilsin A bərabərdir 100x-a. Ümumi adamların sayına, şagirdlərin sayına. Fikir verin. Yəni burada 60x riyaziyyat ümumi. Burada biologiya ümumi. Ortaqları oradan çıxmalıyam amma hər ikisinə aiddir. 3-ü çıxdım. Üzərinə də A-nı gələndə, yəni heç birini yaxşı oxumayan 100x olmalıdır ümumi şagird sayı. Hə. Bunu hesablasaq, sadələşdirsək, burada 110x-dir. 100x-i çıxsam, bu 3 çıx 3 üstə A-nı sağa atsam nə olacaq? 10x olacaq. Bərabərdir. Onda A çıx, yox. 3 çıx A-ya. 3 çıx A-ya. Aha. Bunu alandan sonra dayanmalıyıq. Yəni 10x 3 çıx A-dır. Sonra bizə bir dənə məlumat verib ki, oğlanların sayı 12-dən, oğlanların sayı 12-dən, qızların sayı 23-dən çox deyil. Yəni bunların standart 12 ilə 23-ə bərabər ola bilər əslində. Yəni burada oğlanla qızlar toplayan şagird sayı verir də. Şagird sayı kiçik bərabər olmalıdır 35-dən. Yəni 12 ilə 23-ün cəmindən. Çox deyil də, yəni 35-in özü ola bilər, 35-dən kiçik də ola bilər. 12-dən 23-dən kiçikdir ədədlər. Aha, şagird sayı. Şagird sayıda mən 100x demişdim. İndi nə edəcəyik? Məndə burada A var axı, onu nə edeyim? 2 dənə məhsul var, x ana. A bizdə heç birini yaxşı oxumayandır. Əgər burada, yəni belə ətraflı izah məncə verməyiblər müəllimlər. A burada əgər 1 olsa, onda 10x nə olacaq? 10x bərabər də olacaq. 3-dən 1 çıxa nə qədər eləyir? 2 olacaq. Hə, 100x nə qədər olacaq onda? Yəni 10-a vursam. Bizdə 100x dax şagird sayı. 100x. Onda nə olacaq şagird sayı? Yəni 100x. Buradan şagird sayını tapsam 100x olacaq. 10-a vururam da 20. İndi A burada 2 olsa. Məsələn buradan yazıram. A burada 2 olsa, 3-dən 2 çıxanda eləyir 1. Yəni 10x bərabərdir 1-dirsə, onda şagird sayı 10 olacaq. Çünki 10-a vururam da elə bir 100x tapıram mən. 10 olacaq. A burada 3 ola bilməz, çünki ola bilərsin də. A burada 3 olsa,
x olacaq, artıq 0 olacaq da. 3 ola bilməz. Amma burada 0 ola bilər. 0-ı yaddan çıxarmışıq. Burada 0 olsa, yəni o heç birini yaxşı oxumayan ümumiyyətlə yoxdur. 3 olacaq. Onda şagird sayı olacaq 30. Yəni 10x 3 olacaq, orada 30. Yəni bizim şagird sayıları belə oldu. 10 dənə, 20 dənə, 30 dənə. Bunlar ola bilər. Çünki ondan çox ola bilməz daha. 35-dən kiçik idi. Burada ola bilərlə işləyir deyə variantlarla artıq işləməliyik. Riyaziyyatı yaxşı oxuyanların sayı. Riyaziyyatı yaxşı oxuyanların 60x idi. 60x idi. Bizdə əgər 10x almışıqsa, məsələn 3-dürsə, 60x onda nə olacaq? 6-ya vursam 3, 18 olacaq. 18 ola bilər. Sonra 10x bizdə 1-dirsə 6 ola bilər. Sonra 10x bizdə 20-dirsə 12 ola bilər. Bunlar ola bilər. Bunlardan hər hansı biri cavabda olmalıdır. 6, 12, 18. Cavabda 18 olduğu üçün siz 18-i seçməlisiniz. Yəni yenə deyirəm, 18, 6, 12. Növbəti sual, deməli, bununla bağlı bir sualdır. Deməli, bizdə deyir ki, k-ya uyğun 2-dir, yəni 2 dənə k, l-ə uyğun 3-dür, üzərinə gəlsin 6 dənə də m. Bu bizə verməli nəyi? Bu bizə verməlidir 120-ni. Ümumi ağac sayı. İndi məsələ nədir burada? Məsələ budur ki, bax, burada 120-nin qatından hər hansı bir 6-nın qatını çıxsam, məsələn, m tutaq ki 1-dir. M tutaq ki 1-dir. Nə olacaq? 2k üzərinə gəlsin 3l bərabərdir 120-nin 6 çıxanda da 114 edəcək. Fikir verin, 114 özü cüt ədəddir. 2k ifadəsi ümumilikdə cüt ədəddir. Yəni k-nın işarəsindən asılı olmayaraq, k tək də ola bilər, cüt də ola bilər. 2-yə vurulduğu üçün cüt ədəddir. Cütlə cütü toplayanda cüt eləyir axı. Deməli, bura ümumilikdə cüt olmalıdır. Axı 3 tək ədəddir. Deməli, l-in özü cüt ədəddir. L cüt olmalıdır. Deyim, müxtəq səhv axtarın. L cüt olmalıdır. L cüt. İndi k-ya baxıram. İndi L cüt olmalıdır. L-ə cüt vermişəmsə, məsələn, deyək ki, L-ə 2 vermişəm. L-ə 2 verdikdən sonra, məsələn, 2-nin üstə 6, bura 8 olacaq. Yəni 114-dən 6 çıxanda olacaq 108. 108-də 2 bərabər yerə böləndə k buradan avtomatik 59 olacaq. K olacaq tək. Yəni buradan alırıq ki, k olmalıdır tək. Əslində. Yəni məntiq budur ki, L cüt olmalıdır, k tək olmalıdır. Baxıram. M isə istənilən bir şey ola bilər əslində. Çünki 6-ya vurmuşam. Yəni biri buradan çıxırıq. Çünki bu ola da bilər, olmaya da bilər. Yəni D ilə B-ni çıxırıq. İndi baxıram, L deyir 32. Amma L-ə cüt demişdim, ola bilər. Mütləq səhv niyə olsun ki? 2 ola bilər. Yeni çıxdım. C-ni çıxdım. Cavab burada. A variantı da yoxlayırıq. K 20 yox. Çünki K tək ədəddir. 3-dür biri. L 19. Çünki L 19 ola bilməz. Cüt demişik. Deməli 3 ilə 4-ü buradan seçməliyik. Məsələn. Növbəti sonuncu sual. Bu sualın maraqlı bir izahını deyirəm sizə. Diqqətlə baxın. Çünki ümumiyyətlə qarşıma çıxmayıb bu sual çox. Bir yerdə çıxdı qarşıma. O izah başqa idi. Ona da baxarsınız. Bir-bir saymaqla yolları, yəni təbii ki, bir-bir saymaqla. Mənim ağlıma belə bir yol gəlib. Deməli, mən təstdən geri qayıdaraq, məsələn, bizə deyir ki, sarı, boz, qara, qırmızı, yaşıl olsun, düzdürmü? Mən indi təstdən qayıdıram, yaşıldan qayıdıram. Yaşıl, qırmızı, qara, boz, sarıya doğru qayıdıram. İndi nə edəcəm? Yaşıllara kvadrat yarada bilən 5 kvadratlı komplektlərin sayını müəyyən. Yəni bu ardıcılığı yaratmalıyam orada. Gedə bildiyim qədər. Getdiyim yollar da budur ya. Yuxarı, aşağı, sağa, sola. Yəni çarpaz belə gedən mənəm. Ancaq məsələn deyək ki, bu qarxanadan bura və bura gedə bilər məsələn. Bu formada. Məndə sarı, boz, qara, qırmızı, yaşıl ardıcılığını tərsinə gedirəm. Yaşıl, qırmızı, qara, boz, sarı gedirəm. Və başlanğıc olduğu üçün yaşıllara 1 yazıram, 1 rəqəmini. Bütün harda yaşıl görürəmsə 1 yazıram. Diqqətlə baxın, maraqlı izahdır. Yaşıl rəqəmlərini əhatə olunmuş kvadrata 1 yazıram. Sonra isə yaşıldan hara getməliyəm? Geriyə gəlirəmsə, baxın. Yaşıl, sonra qırmızı. Qırmızıya isə nə edirəm? Bax fikir verin, hər bir yaşılın ətrafındakı qırmızıların, daha doğrusu hər bir qırmızının ətrafındakı yaşıllara yazdığım ədədlərin cəmini yazıram. Fikir verin. Hər bir qırmızı xanaya, məsələn bu qırmızı xanaya, onun ətrafındakı yaşıl xanaya yazdığım ədədlərin cəmini yazıram. Bu qırmızının ətrafında zaten bir dənə yaşıl xana var, buradadır. Orada 1 yazdığım üçün qırmızı xanaya 1 düşdü. Bu qırmızının ətrafına fikir versək,
Bura çöldür. Burada çöldür. Bura sarıdır. Heç bir yaşıl yoxdur. Ona görə 0 yazmalıyam məcbur. Bura 0 yazdım. Sonra qırmızılar hələ bitməyib. Bu qırmızının yuxarısında yaşıl var və ora 1 yazmışam. Deməli bura 1 yazacağam. Cəmi 1-dir onsuz da. Bu qırmızının burasında yaşıl olmadığı üçün 0. Bu qırmızının burasında yaşıl yoxdur. Burasında isə 1 var. 0 ilə 1-in cəmi 1. Və qırmızılar bitdi. Qırmızıdan hara getməliyəm? Fikir verin, növbəti qara gəlir. Geriyə qayıdıram. Qaraya isə ondan əvvəlki. Qaraya isə ətrafımdakı qırmızı xanaya yazdığım ədədlərin cəmini yazıram ha. Sayını yox. Bax bu qarada ətrafında qırmızı xana yoxdur. Bu qarada ətrafında qırmızı xana yoxdur. 0 yazıram ona görə. Bu qarada ətrafında qırmızı xana yoxdur. 0 yazıram. Bu xanaya fikir verin. Bu qaraya baxın. Bu qaranın ətrafında 1 burada, 1 də yuxarıda olduğu üçün 1 ilə 1-in cəmini yazacağam bu qara xanaya 2. Bu qara xananın ətrafında isə 3 dənə qırmızı xana var. Və 0, 1, 1-in cəmi bizə nə verəcək? 2 verəcək yenə. 0, 1, 1-in cəmi də bizə 2 verdiyi üçün bu qara xanaya 2 yazacağam və qara xana bitdi. Qara xanadan hara qayıtmalıyam? Boz xanaya. Və ən axırda da sarıya qayıdacağam. Boz xana. Qara, deməli bozun ətrafında qaraların sayı taparam. Bax bu bozun ətrafında bir dənə qara var onsuz da. Orada 0 yazdığım üçün elə bozun özündə də 0 yazdım. Bu bozun ətrafında bir dənə qara var. Orada 0 yazdığım üçün burada 0 yazdım. Bu bozun ətrafında bir dənə bu tərəfdə qara var. Amma orada 2 yazmışam. Deməli bozun özündə də 2 yazacağam. Sonra bu bozun ətrafında 1 burada, 1 burada. Fikir verin. 2 dənə qara xana var. Hər ikisinə 2 yazdığım üçün 2-nin 2-in cəmi 4 yazacağam artıq bura. Bu bozun ətrafında qara xana olduğu üçün 0 yazacağam və nəhayət sarıya gəldik çatdıq. Sonuncu sarıdır. Sonuncu dedim sarıdır. Sarıya isə ətrafında nə qədər boz var, onların cəmini yazmalıyam. Yuxarı sarıya baxsam, bir dənə ətrafında burada boz var, amma burada 0 yazdığım üçün bu sarıya 0. Bu sarının ətrafında bir dənə burada boz olduğu üçün bu sarı xanaya 0. Bu sarı xanaya baxsam, aşağıda bir dənə boz var, o da 2 yazıldığı üçün bu sarı xanaya 2 yazmalıyam. Bu sarı xanaya isə bu tərəfində 4 var, boz xanada. Bu tərəfində 2 var, boz xanada. Deməli o xanaya mən nə yazmalıyam? 4-ün 2-in cəmi 6 yazmalıyam. Və ən sonda diqqətlə baxın, sualı tapmaq üçün, yəni bu komitədən sayını tapmaq üçün ən sonda nə yazdım mən? Sarı. Ən sonda sarı yazdım, düzdürmü? Sarı xanaya nə qədər ədəd yazmışam, hamısını toplayıram. Yəni məsəl üçün nə yazmışam bura? Baxın. 0, bir xanada 0 var, bir xanada 0 var, bir xanada 2 yazmışam. Baxın, bir buradadır, bir buradadır. Bir xanaya 2 yazmışam. Üstə gəl 2. Bir xanada 6 yazmışam. Üstə gəl 6. Və bu cəm bizə ümumi sayıları verəcək. Yəni o qədər nə qədər yol varsa hamısını. 8. Cavab olacaq D variantı. Yəni 5 kvadrat komplektlərin sayını ümumi tapsaq, bir saysa 8 dənə mümkün hal olacaq. Məncə maraqlı üsul idi bu. Diqqətinizə görə minnətdaram. Digər videolarda inşallah görüşərik. Yəni təbii ki bu part 1 idi, birinci hissə idi. Digər ikinci hissədə də, üçüncü, dördüncü hissələrdə də görüşərik. Yenə deyirəm, kanala abunə olun və rəy yazmağı unutmayın.